Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Hüccetül İslam kitabında Ramazan ayının fəziləti barəsində yazılıb ki, ey oğul, Ramazan-ı Şərifin orucun tuttuğun vaxt cəmi əzalarınla tutmaq gərəkdir ki, orucun oruc olsun. Oruç tutmaq sadəcə olaraq orucu pozan şeylərdən, yeməkdən, içməkdən, bildiyimiz və sair şeylərdən pərhizkar olmaq demək deyil, imtina etmək demək deyil. İnsanın mənəvi duyğuları da gərəkdir ki, oruc olsun. Bu istiqamətdə, bu mövzuda bizim müstəqil söhbətimiz olacaqdır inşallah. Amma yenə də burada alimlərimiz tövsiyə edirlər ki, ey oğul, Ramazan-ı Şərifin orucunu onu tuttuğun vaxtda cəmi əzalarınla oruç tut ki, tuttuğun oruc olsun. Ta ki, əcri məsubatını bulasın. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, ya Əbu Hüreyrə, Əbu Hüreyrə Peyğəmbərimiz əleyhissalamın sahabəsi olubdur. Peyğəmbərimizin vəfatına 3 il qalmış İslamı qəbul etməklə və ömrünü, həyatını İslama həmin 3 ildə fəda etməklə, Peyğəmbərimizin xidmətində gəzməklə şərəflənən bir sahabidir. Evlənməyib, ticarət etməyib, dünya işlərinə məşğul olmayıb, ev tikməyib, məsciddə qalıb, Həzrət Peyğəmbər əleyhissalatu vesselamın bütün həyatını həmin 3 ildə ən xırda detallarına qədər öz xatirində saxlayan birisi. Peyğəmbərimiz əleyhissalatu vesselam əbasının içərisinə dua edərək, bizim bilmədiyimiz, onlara məxsus olan bir yolla dua edərək, əlinə nazil olan nuru o əbanın içərisinə qoyaraq Əbu Hüreyrəyə verib və döşünə sığdırıb və bu səbəblə Əbu Hüreyrənin yaddaşı o qədər it olub ki, Peyğəmbər əleyhissalam bütün söhbətlərini ən həssas cihazlar kimi zamanımızdakı cihazların daha qüvvətli şəkildə hepsində saxlayıb. Və Peyğəmbərimiz əleyhissalamın ona bir para xüsusi tövsiyələri vardır. Ramazan ayına əlaqədar buyurur ki, ya Əbu Hüreyrə, Əbu Hüreyrə, oruç tuttuğun vaxt orucunu axşam tez aç və mənim ümmətimdən xeyirli kişi, kimsə yəni, oldur ki, axşam azanı oxunduğu kimi orucun tez aça və sahuru da tez qoya. Yəni, bir adam özünü dindar göstərmək üçün günlərlə oruç tutsun, günlərlə heç bir şey yeməsin, belə şey olmaz. Belə oruc olmaz. Bu günlərdə mənə bir xəbər dedilər ki, bir oruçla bir kimsəyə rast gəliblər və o deyib ki, mən orucumu axşamlar saat 8-də açıram. Güya ki, Peyğəmbərdən daha çox dindardırmış kimi çıxır. Savab qazanmaq istəyir. Amma ibadət, o vaxtı ibadət olur ki, o Peyğəmbərimiz əleyhissalamın sünnəsinə öyrətmiş olduğu tərtibata, qaydaya uyğun olmuş olsun. Özümüzdən din uydursa, bu bidət olur və bidət üçün Həzrət Peyğəmbərimiz əleyhissalam buyurur ki, dindən olmayan, din adına uydurulan bütün şeylər bidətdir. Kullu bidətin zəlalətin, bütün uydurulan şeylər zəlalətdir. Və kullu zəlaletin finnar, və bütün zəlalət də cəhənnəmlikdir. Bu oruca aid deyil təkcə. Bütün ibadətlərə, bütün İslam din ərkanına aiddir ki, təməl dini bilgiləri dəyişdirmək qadağandır. Məsəl üçün, bütün səmavi dinlərdə oruç tutmaq vardır. Oruç tutmaq Adəm əleyhissalamdan günümüzə gəlibdir. Bu barədə də məlumat verəcəm. Amma İsa Peyğəmbər əleyhissalamdan sonra İsa Peyğəmbərin
şəriətini qəbul edən krallar, din xadimləri müxtəlif səbəblərlə orucun tarixini dəyişdirdilər, orucun tutma üsulunu dəyişdirdilər. Onlar da bizim kimi gəzən kalendarla, yəni ayın yer kürəsinin başına dolanması ilə oruç tutdular və onu sonra qərar gəldilər ki, öz aralarında sabitləsinlər. Nə uzun yaya düşməsin, nə qısa qışa düşməsin. Və xəstələnmiş bir kralları nəzirdir. Nəzirdən, xəstəlikdən sağalsa, oruca bir neçə gündə əlavə edəcək. Bu minvalla orucu indiki hala gətiriblər ki, məsələn, ətli xorəklər və s. Yemirlər, tərəvəz və s. kimi şeylər yeməklə oruç tutduqlarını zənn edirlər. Bu nədir? Bu bidətdir. Dində reform etmək olmaz, o cümlədən Ramazanda. Həzrət Peyğəmbər əleyhissalatü vəssalam da əvvəlki ümmətlərin dinlərində dəyişikliklər, bidətlər çıxartdıqlarını bildiyindən, gördüyündən ciddi şəkildə tapşırıb ki, Ramazanı mənim öyrətmiş olduğum tərtibat üzərinə tutun. Yəni, Həzrət Əbu Hüreyrəyə Həzrət Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, oruç tutduğun vaxt orucunu axşam tez aç. Yəni, vaxtında azan verilən kimi aç. Və mənim ümmətimdən xeyirli kimsə odur ki, axşam azanı oxunduğu kimi orucu tez açan və sahuru gec qoyan. Yəni, sahuru o başdan yeməyini məğribi, məsəl üçün, Yahudi ümmətində oruç tutmaq sutkada bir dəfə yemək ilə olur. Bəzilərdən Muhammed ümmətindən olanlar axşam oruclarını açırlar və səhər də durmayaraq bir sutka boyu oruç tutmuş kimi olurlar. Bu bizim dinimizdə olmaz belə şey. Rasulullah buyurur ki, səhər duracaqsan, azana yaxın yeyəcəksən və səhər və axşamda azan olan kimi orucu açacaqsan. Orucun tutulma qaydası bundan ibarətdir. Təkidlə Peyğəmbərimiz əleyhissalam bunu tövsiyə edir. Çünki bizə də müraciətlər olur, eşidirik, deyirlər bizə, səhər durulmur və axşam ki, nə ki iftar edirlər və onun üzərinə də yatırlar, bəziləri namaz qılmır, səhər də durmurlar, gün ortaya qədər də yatır, sonra axşam yerdə iftar edirlər. Bu bidətdir, dinimizdə bu yoxdur. Peyğəmbər təkidlə bizə bu şəkildə oruç tutmamıza Əbu Hüreyrəyə radiyallahu anh'a öyrətmiş olduğu tərtibat üzərine oruç tutmağı tövsiyə edibdir. Və yenə buyurur ki, Peyğəmbərimiz Əbu Hüreyrəyə, mənim ümmətim Ramazan şərif orucunu gözəlcə və təkmilcə tutsa, mükəmməl tutsa, Haqq Teala Həzrətləri bayram gecəsi ol qula verəcəyi əcri və savabı və inamı və ihsanı öz zatı pakindən qeyri kimsə bilməz. Gözəl təkmilcə nə deməkdir? Həm orucu pozacaq şeylərdən özünü qoruyacaq, halal şeylərlə orucunu açacaq, orucunu açacağı qidanın içərisində rüşvət olmayacaq, qəsb olmayacaq, oğurluq olmayacaq, faiz olmayacaq. Oruç tutacağı gün boyunca heç kimin xətirinə dəyməyəcək. Qəzəblənəcək şeylərdən özünü bəri tutacaq. Gözəl bir sakit, əsən bir ay olacaq Ramazan-ı Şərif. Hər kim bu qaydaya uysa və bu tərtibat üzərinə oruç tutsa, Allahu Teala, Haqq Teala Həzrətləri bayram gecəsi ol qula verəcəyi əcri və savabı və inamı və ihsanı öz zat-ı pakindən qeyri kimsə bilməz. Və Allahu Teala Həzrətləri əzəmət-i şanı ilə buyurur ki, oruc mənim rızam üçün
tutulmuşdur və onun əcrini, mükafatını dəxi nə verəcəyəmsə mən bilirəm. Əs-savmu li və ənə əczi bihi buyurur qudsi hədisdə. Oruc mənim üçün tutulub və onun mükafatı da mənə məxsusdur. Niyə Hak Teala Hazretləri qudsi hədisdə belə buyurur? Onun üçün ki, bütün ibadətləri, namaz qılmağı, hacca getməyi, sədəqə verməyi insanlar görürlər. Amma oruç tutmağı heç kim bilmir. Özü ilə Allah arasında bilir. O qədər dindar adamlar var ki, oruç tutmurlar. Eləsi bir bəhanə gətirirlər. Və yaxud da ki, dindar bilmədiyimiz bir adam oruç tutur. Heç cəmaat onun oruç tutmağını da bilmir. Allahla özünün arasında gizli bir əməl olduğu üçün onun mükafatı da Allah'a məxsus. Bəs onun mükafatı nədir? Oruç tutmağın mükafatı Allah-u Teala'nın cemalını cennette seyretmektir. Oruçtan Allah'ın vereceği mükafat cennetin özü değildir. Cennette özünü onlara, müminlere bildirmek, göstermektir. Cemalını seyrettirmektir. O sebepten de oruç çok kıymetli bir ibadettir. Yine buyurur ki, onun için kafirler mecmui ibadetle büte taptılar ama oruç ile tapmadılar. Kafirler, bütperestler, otperestler öz ibadet ettikleri bütlere kurban kestiler. Onlar için namaz kıldılar. Onların adına sədəqə çıkarttılar. Onların adına cihad ettiler. Ama onların adına oruç tutmadılar. Oruç tutmak semavi dinlere məxsus bir ibadettir. Ve oruç tutmak Adem Aleyhisselam'dan qalır. Bütün peygamberler oruç tutur. Birinci oruçtan Adem Aleyhisselam'dır. Adem Aleyhisselam qadağan olmuş meyveden yedikten sonra cennetten çıkarılır ve yerde 30 gün gece gündüz yemeden 30 gün oruçtur. Allah-u Teala Adem Aleyhisselam'ın bu orucunu diğer peygamberlere tövsiye edir, emredir. Ve bu ümmete de 30 gün oruç tutmak emrolunur ve fərqlənmək üçün digər ümmətlərdən gün ərzində oruç tutmağı Allah Teala əmr edir. İftar edəcək, sahura qədər yeməyi ixtiyar verir. Sahurda yenə o başdan da yiyəcək və orucunu səhər davam etdirəcək. Gecə oruc olmayacaq, gündüz oruc olacaq. Bəli. Adem Aleyhisselam'dan başlayarak ta Muhammed Aleyhisselam'a can 124 bin peygamberler salavatullah ve selamu aleyhim ecmaîn hezaratı onların ümmetleri oruç tuturdur. Ve Hak Teala Hazretleri de en mükemmelini, en sabab bəxş edeceği orucu da bu ümmete nasip edebilir. Bütperestler ise bütlerine bütün ibadetlerle kulluk ediblər, oruç tutmuyorlar. Oruç tutmak ve namaz kılmak cümle ibadetlerden efzeldir. Namaz kılmak için böyük bir ibadet ki Allah Teala onun içerisinde bütün ibadetler cəm edibdir. 7 kat səmanın mələklərin ibadetlerini Allah Teala cəm edibdir. Bir rükətlik namazın içində. Gündə 17 rükət namaz bizlərə fərzdir. Sünnətlərlə yanaşı 7 qat səmavatın mələklərinin ayrı-ayrılıqda etmiş olduğu ibadətləri gündə 5 vaxt namazla Allah-u Teala'ya iltica etmək böyük bir dənə nemətdir. O cümlədən də oruç tutmaq. Mələklər ki, mələklər yeməzlər, içməzlər. Onların gıdaları zikirdir.
və bir mömin də oruç tutsa, özünü yenə də mələklərə oxşatmış olur. İbadətlərin ən əfsəli, ən fəzilətlisi namazdır və orucdur buyurur burada müəllif əfəndi. Allah-u Teala ona da rəhmət etsin. Haqq Teala Həzrətləri bizlərə fürsət versin, güc və qüvvət versin. Ramazan ayının gecələrini, qaim gündüzlərini saim olmağa və az ibadətlərimizə çox mükafat versin. Esselamu aleykum və rəhmətullah.